Geçən söhbətlərimizdə ümumiyyətlə vurğuladığımız kimi bir xordada güclü hazırlıq getməkdədir. Bugün özəlliklə də bu son həftədə, 2 həftədə deyək ki, Azərbaycanın müxtəlif şəhərlərindən birbaşa bizimlə əlaqə qurub və bu eylemlərin necə olacağı haqqında fikir bildirənlər, təklif verənlər və onun demək gerçəkliyini, gerçəkləşəcəyini vurğulayıb umut verənlərin sayəsi çox-çoxdur. Bu çox sevindirici bir məsələdir ki, bizim gəncliyimiz özəlliklə bu məsələnin nə dərəcədə maraqlanır, ilgilənir və nə dərəcə bunda iradəlidir. Bütün şəhərlərimizdə hazırlıq getməkdədir. Özəlliklə də böyük şəhərlərimizdə çox ciddi hazırlıqlar var və gəncliyimiz buna kəsinliklə olacağını, kəsinliklə xiyabana çıxılacağını və bir xordadın demək ona layiq hərəkət oluşturacağının yanındadırlar, tərəfindədirlər. Əlbəttə bizim bir çox Azərbaycan təşkilat və təşkilat mənsubları və şəxsiyyətləri ilə də görüşlərimiz olub, danışıqlarımız olub, müxtəlif nəzərlər ortalıqda vardı, ancaq çoxunluq demək bir xordatdan başlayaraq bir həftə boyu müqavimət həftəsini, yəni müqavimət protestlərinin gerçəkləşməsindən yanadırlar. Dolayı bunu dəstəkləyib və oluşması üçün əllərindən gələni etməyə hazırdırlar. Bugün hakimiyyət çox ağır vəziyyətdədir. Bunu əgər xatırlasaz, indi deyil, biz bir il yarım, bəlkə 2 il olar, bundan əvvəl bir televizyon verilişində mən bu məsələləri açıqlamışdım ki, İran hakimiyyəti arasında yaranan çatlaq get-gedə böyüyəcək, parçalanmalar daha da çoxalacaqdır və hətta o dövrdəki hakimiyyətin ən azından o usulgərə qolunu demək möhkəm və ya bir dəstək görənlərə o zaman mən dedim ki, usulgərə, yəni Əhmədinəcadla Xameneyinin arasında dərin bir uçurum vardı, bu başlamışdı və İran məsələsi nəhayət iç savaşına getməkdədir və bu keçən həftələrdə az qala başlamışdı və genə də hər an başlaması möhtəməldir. Yəni, bəzi dostlarımız məsələyə çox sadə baxıb da demək, milləti hələ təmkinə, aramişə, asayişə, namə yazmağa və ya təşkilatlanmaqdan uzaqlandırmağa çalışanlar ki, güya ki, möcüzə olacaqdır, İranda hər hansı bir dəyişiklik olacaq, demokrasiya olacaqdır. Onların tamamilə tərsinə biz sürətlə hazırlanmalıyıq. Bölgədə bugün İranın əleyhinə gedən demək, kampaniya çox güclənmişdir. Yəni, İran işğalçı hakimiyyəti dediyimiz kimi ən sınıcı, ən zəif zamanlarını keçirtməkdədir. O dövrdə dediyimiz, vurğuladığımız məsələlərin nümunələri indi görünməkdədir. Baxın, Əhmədinəcadın ən yaxın adamlarından 25 nəfərdən artıq yaxalanıbdır. Geçən televizyon verilişimdə mən işarə elədim ki, Sipahın Ərşəd fərmandehlərindən bir çoxu yaxalanıbdır. Bu xəbərlər əlbəttə ki, İranın jurnallarında yazılmaz. Əlbəttə ki, İran bunlar buruza verməz. Çünki Sipah ümumiyyətdə ruhaniyyətsiz hərəkət eləməyi və geçən neçə ildə əgər diqqət eləsəz, Əhmədinəcadı kutsallaşdıraraq, onu mehvər qərar verərək, hətta vilayət-i fəqihin önünə geçməyi, yəni onsuz da, ruhaniyyətsiz də hakimiyyət eləməyi planlamaqdadır. O yüzden də
Əhmədinəşad yançısı olan Ərşəd pastorların bir çoxu yaxalanıbdır. Əhmədinəşadın öz müşavirinə qədər tutuqlanıbdır və hətta bugün Əhmədinəşadın özünə dolayısıyla inhirafilər deyə, onun ətrafına deyən, yəni özünə deyə, inhirafi təfəkkür deyə, hamınız bilirsiniz ki, yaşıllara fitnə dedilər, bunlara da inhirafi. Yəni, bugün hakimiyyət 3 parçaya bölünmüşdür. Demək, parçalanmışdır. Bunlar ən o güclü, demək, güc sahiblərinin ətrafına toplanan qüvvələrdir. Bu hakimiyyətin durumu, hakimiyyətin yəni özünün iç məsələləridir. İndi bunların üstünə gəlin ən əsası məsələlər. Bölgədə gedən demək, məsələlər, beynəlxalq təhrimlər və ən mühümü, ən əhəmiyyətlisi, yəni əsasi alternativ olan millətlərin hərəkatıdır. Özəlliklə də Azərbaycan milli hərəkatı. Yəni bu il bizə çox bir dənə qızıl fürsət, bir dənə beklədiyimiz zamandır. Yəni bundan uyğun zaman bəlkə də bir zaman ola bilər, amma təxmin edilməzdir ki, hakimiyyət bu dərəcədə parça olsun. Bugün demək, Xameneyinin sağ əli olan Əhmədinəşadı inhirafa adlandırsınlar. Əlbəttə ki, bunlar hamısı inhirafıdır. Yəni, bunlar hamısı cinayətkardır. Hamısı bir cinsidəndir. Fəqət o qüdrət dəvasıdır ki, bir-birlərinə bu ittihamları yağdırmaqdadırlar, bu ittihamları vurmaqdadırlar. Demək, Sipahın ən ərşəd fərmandehlərinə güvəncəsi olmayan bir hakimiyyət ya vilayət fəqih və ya ittilatın demək, nazirinə etimadı olmayan ki, demək, elə prezident qədər, rəis cümhur qədər ölkədə güclü bir şəxsiyyətdir, ona etimadı olmayan bir dövlət görün ki, nə dərəcədə demək, sınıcı bir vəziyyətdədir. Nə dərəcədə zəif bir vəziyyətdədir. Əlbəttə ki, bu zəifi istəmir göstərsin, bu həmişə düşmən dövlət həmişə istəyər özünü belə ən zəif zamanı, yəni son anına qədər ən güclü göstərməyə təşəbbüs eləyər, göstərər, çalışar ki, bəli, bizdə hər şey öz qaydasındadır, hər şey hakimin işləyir, güc əlimizdədir, məntəqə əlimizdədir, dünya əlimizdədir və belə şüarlarla, iddialarla, çünki bu savaşların ümumiyyətdə qazancı o rəvani savaşı qazanmadadır. Əgər o rəvani savaşda qalib gəlirlərsə, yəni vətəndaşı və ya hökumət etdikləri toplumu buna inandırırlarsa ki, hakimiyyət güclüdür, hakimiyyət bacarıqlıdır, hakimiyyət bir parçadır, hakimiyyət bir yumruqdur, o hakimiyyət davam edəcəkdir. Amma o gün ki, millətdə və ya o kütlədə, o toplumda ki, ona hökumət edirlər, bu zehniyyət yarandı ki, hakimiyyət zəifdir, ondan sonra dünyanın ən güclü dövləti də o hakimiyyətin arxasında dursa, o hakimiyyəti saxlaya bilməz. Yəni, yetər bu rəvani hazırlıq millətdə olsun, yaransın, o bilgi hakimiyyətə görə millətimizdə demək olsun. Ona görə bizim milli qiyamın il dönümünə yaxınlaşanda belənci bir durumun nə qədər bizim xeyrimizə olduğunu bir daha da mən vurgulamaq istəyərdim ki, əgər ciddi proqramlar üzərində hərəkət eləsək, bu hakimiyyətin sonuna çatdıra bilərik.
Və buna əlavə eləyək, bugün bölgədə özəlliklə də ədəb mediası İran adlanan ölkədə millətlər məsələsinə çox xüsusi diqqət yetirməkdədir. Əl-Aləm, Əl-Cəzirə televizyonlarından bu məsələlərin yayılması, seminarların təşkil olunması, mətbuat konferanslarının yayılması, tutuqlananların, döyülənlərin, söylənlərin demək xəbərlərinin yayılması və başqa açıqlamalar da bizə başqa bir avantajdır. Yəni media olaraq da biz blokadadan çıxmışıq. Yəni düzdür, Günəş TV vardır, öz sitələrimiz vardır, Facebook, texnoloji imkanları genişdir. Bugün daha səsi olduğu kimi, o əskisi kimi həmən boğmaq imkanı yoxdur. Nə olursa, nə türlü olursa bir yerdən bu xəbərlər dünyaya çatdırılır. Ancaq bunlarla yanaşı, ki, indiyə qədər bu formatda yaymışdıq, bunlarla yanaşı bugün ən sevindirici xəbər də budur ki, ərəb mediası da üzümüzə açıqdır. Yəni, istədiyimiz və ya olan demək, hadisələri, xəbərləri ulaşdırdığımız halda yayılmasına heç bir demək, sorun qalmayacaqdır. Yəni, milli hərəkət, millətlərin hərəkatı öz beynəlxalq yerini tapmaqdadır və ən yaxın zamanda bunu hətta Əmniyyət Şurasına, yəni BMT-nin Əmniyyət Şurasına götürməyi düşünürük. İranı beynəlxalq məhkəməyə verməyə düşünürük və hər tərəfdən İran adlanan bu işğalçı hakimiyyəti sıxışdırıb və təslim etməyə demək, çalışırıq. Əlbəttə ki, bunun nə demək, Den Haagda, nə Cenevada, nə Fransada bəlkə bunun əsas həll edici, əsas demək, bu məsələnin sonucunu təyinləşdirən Təbrizin, Urmunun, Ərdəbilin, Zəncanın, demək, Həmədanın, Kərəcin, Mərəndin, Bakının, Xoyun və bütün şəhərlərimizin küçələrində olacaqdır, xiyabanlarında olacaqdır. Bugün Suriye'yə baxın, o qüdrətdə, o əzəmətdə texnolojiyə sahib olaraq o qədər ordunu xiyabana tökərək milləti sustura bilmir. Və ya Tunisdə sustura bilmədilər, və ya Misirdə sustura bilmədilər, və ya şah tancıları ilə, təyyarələrin, helikopterləri ilə, bunu bəlkə bu gəncliyimiz bilmir, görmür, bilməyiblər, eşitməyiblər, amma helikopterlə milləti külliyə qoşurdular. Helikopterlərlə tancılar xiyabanda idi, ordu tamamən şəhərdə idi, amma hakimiyyətini qoruyub saxlaya bilmədi, elə o vəziyyətdə də şah qaçmağa məcbur oldu. Yəni ki, son söz xiyabanda deyiləcək, son qərar xiyabanda veriləcək, son sözü Təbrizin, Urmunun, Azərbaycanın xiyabanlarında təzahürat eləyən millətimiz, gəncliyimiz bizə çox böyük bir əlamətdar gün olmalıdır. Biz bu günün əhəmiyyəti haqqında keçən söhbətimdə mən danışmışım, onları təkrar eləmək istəmirəm. Bu günün əhəmiyyəti haqqında fəqət bunu demək istəyirəm ki, çağdaş milli mübarizəmizin zirvəsidir. Milyonlar Azərbaycan vətəndaşı
Azərbaycan türkü, Güney Azərbaycan türkü xiyavanlara tökülüb haray mən türkəm, Təbriz, Bakı, Ankara, biz hara, Faslar hara, Azərbaycan bizimdir, Kəvurulu sizindir, Urmu Xəzər bizimdir, Xəlic ərəblərindir. Beləliklə həm müttəhidlərin, müttəfiqlərin və həm də düşmənini belirlədi. Yəni ki, İrana daimi İran adlı hakimiyyətə düşməndir və ona qarşı olan, yəni İranın baskısı altında olan, işğalı altında olan millətlərlə ittihad edib və bu diktatorluğu, bu işğalçı, sümürgəçi, ırqıçı hakimiyyəti yıxmaq məqsədindədir. Ona görə bir xordad bütün gücümüzlə, bütün şəhərlərdə hazırlığımızı aparmalıyıq. Biz Güney Azərbaycan İstiqlal Partiyası olaraq timlərimiz, üyelərimiz, sempatlarımız bu məsələnin üzərində ciddi işləməkdədirlər, ciddi hazırlıqlar aparıblar. Demişik və yenə də deyirik, bunun başlanğıcı bizim üzərimizədir, biz bunu başlatacağıq. Ona əmin olun və kimin müxalifəti olursa da olsun, biz bunu oluşturacağıq. Eləcə də yurt dışında bir sıra eylemlər hazırlanmaqdadır. O cümlədən İngiltərədə İran elçiliyinin qarşısında, Hollandada demək kəsin izinlər alınıb, zamanlar təyinləşibdir. Fransa, İsviçrə və İsveçdə də üzərində işlənilir. Yəni yurt dışında da eylemlərimiz keçiriləcəkdir. Torontoda izin alınıbdır. Torontoda da ancaq 20'sində, çünki bir xordada demək istənilən yerdə müşahid olmadığı üçün, zaman olmadığı üçün, izin verilmədiyi üçün 2 gün ondan əvvəl olacaqdır. Yəni cümə 20 meydə olacaq və başqa demək məmləkətlərdə də sərdaşlarımız bu eylemlərə hazırlanmaqdadırlar. Bir xorda da layiq hərəkətlər keçirməliyik. Və bunun daha yaygınlaşması üçün sayından asılı olmayaraq mümkün dərəcədə geniş dünyada, geniş çapda oluşturulması çox əhəmiyyətlidir. Məsələ deyəlim ki, indi bir məmləkətdə 10 nəfər gedir təzahürata. Heç əhəmiyyət yoxdur, heç az da deyil. Bir nəfər də gedib təzahürat edə bilər. Ancaq o da bəlli miqdarda Azərbaycanın, şəhidlərimizin, yaralılarımızın, tutuqlularımızın səsini dünyaya çatdırmış ola bilir. Əlbəttə ki, oraya yüzlər adam toplansa, minlər adam toplansa daha yaxşıdır. Amma bu dəlil deyil ki, çünki məsələ 1000 nəfər gəlməyibdir, getməyək təzahürata. Amandır 5 nəfər gələr biabır olarıq, 3 nəfərlə də təzahürat eləyərik. Gəldi gedib təzahürat eləyərik. Ona görə bütün millətçilərə, özəlliklə də Avropada, yurt dışında ki, heç bir sakınca yoxdur. Heç bir qorxu yoxdur. Heç bir baskı yoxdur. Heç bir çətinlik yoxdur. Rahatlıqla izin verilir. Bu məsələnin üzərində zaman qısa da olmuş olsa, az da olmuş olsa, bu zamanın içində hazırlaşıb bəlli demək eylemləri keçirməyə çalışmağa dəvət edirik ki, bu çalışmalarını başlasınlar. Əlbəttə ki, əmin olun, siz hər kəs olursa, bir addımı götürürsə, onu himayət eləyəcək soydaşlarımız əmin olun ki, az deyildir. Hər kəs gəlib, qatılacaq, dəstək verəcək və himayət eləyəcək. Ona görə Güney Azərbaycanla yanaşı dünyanın hər bir tərəfində mümkün qədər bir xordadı əzəmətli tutmalıyıq və yenə də təkid edirəm, bu bağlı salamlar deyil, bu bilmirəm bir-birimizə danışmaqla deyil, bu xiyavanlarda göz önündə millətin, dünyanın, dövlətlərin, güclərin, insanların
gözünün önündə etirazlarımızla bu günü yaşadıb. Zaman qısa olduğu üçün elə qısa da danışmaq istədim. Çünki əvvəldə vurguladığım kimi maksimum 2 saat ola biləcəm huzurunuzda. Ona görə dostların hər hansı bir sualı, nəzəri varsa, onları da məmnuniyyətlə eşitməyə hazıram və olan sualları da yəqin ki cavablandıracağım. Bununla da bütün dostlardan bir daha da təşəkkür edirəm. Özəlliklə də Ədmin bəylərdən yorulmasını deyirəm. Bir daha da bütün dostlarımıza dünyanın hər tərəfində bir xorda da əllərindən gələn qədər hazırlanmağa çağırıram. Bunu demək, heç çəkinmədən, heç şübhə etmədən, yəni bu gün də çıxmasaq nə zaman çıxacaq, bu ona görə də elə ən əhəmiyyətli günümüzdə, ən geniş formada da ona dəstək vermək, hamımızın, hər özünü Azərbaycanlı bilən, hər özünü azadixah bilən, hər özünü mübariz sayan, hər diktatora qarşı olan şəxsin bir vicdani, milli, insani, ictimai və azadixahlıq demək görəvidir. Çox təşəkkür edirəm və mikrofonu sayın ədminlərə buraxıram. Buyurun. Bu çox əhəmiyyətli məsələ olduğu üçün elə başqa dostların hələ sualları başlamadan, sual vermədən bunu açıqlasaq özü də çox zaman alacaqdır və güman edirəm ki, bir çoxlarının da elə sualına indidən cavab verəcək ki, bəlkə də sual da sormağa ehtiyac qalmayacaqdır. Bu psikolojik savaş, bu ki, əvvəla Güney Azərbaycanda, bugün Azərbaycanın güneyində, Təbrizdə, Urmuda, demək, Sulduzda, başqa şəhərlərimizdə gedən hərəkat nə xaricdəkilərdən asılıdır, nə də xaricdəkilər onun belə tozuna da yetişə bilməzlər. Yəni, Azərbaycanda gedən milli hərəkat o qədər ilərdədir ki, bu xaricdəkilər belə uçaqla gedərlər, buna yetişərlər. Belə mən təsəvvür edeyim sizə. Elə bir ki, o təzahüratda, o millətin hərəkətinə yetişərlər. Pasiv, geridə qalmış əski düşüncələr əsasında və ya tamamilə Avropalaşmış, ərimiş, Avropa zədə, Avropa vurmuş, Avropalaşmış və təməddünü, mədəniyyəti özgələşməkdə görən, özgənin xoşuna gəlməsi üçün bu hərəkət eləmə, o hərəkət eləmə deyənlər təbiidir ki, bu hərəkəti tanıya bilməzlər. Və bu heç də bəd deyil ki, gəlirlər deyirlər ki, siz milləti qırğına verirsiniz. Bunlar biz 85-də də gördük ki, bizi məhkəməyə vermək istəyirdilər ki, bəs İstiqlal Partiyası milləti təzahürata çağırıb və milləti gülləliyiblər xiyabanda. Vuranı, qatili deyil, məqtulu məhkəməyə verənlərdirlər bunlar. Yəni, bu təfəkkür əlbəttə bir teyf deyil. Mən bunu açıqlayacağım ki, demək, millətin, milli hərəkətin, milli fəalların əleyhinə psikolojik savaş açıb və onu susqunluğa, durğunluğa hərəkət etməməyə çalışanlar ümumiyyətdə kimlərdirlər? Bunlar bir teyf deyil, müxtəlif teyflərdirlər. Nəhayətdə hamısı bir yerə xidmət eləsə də bilərək verə bilməyərək, amma müxtəlif teyflərdirlər. Bunların ən başda gələni kimdir? Ən başda gələni hakimiyyətdir. Hakimiyyətin adamlarıdır, amilləridir, hökumətin ki, deyirlər ki, çıxmayın. Rejim və onun amilləri qorxudur milləti. Deyir, çıxarsız öldürərəm, zindan var, zindana salaram, işinizi əlinizdən alaram, dünyanı sizə daraldaram, sənin siyasətinin nə işin vardır, sən otur işində, bu işlərlə nə məşğulsan, get içindən qoyun kimi başını sal aşağı, qoy biz işimizi görək. Baxın, bu hakimiyyətin ana xəttidir ki, vətəndaş və ya onun hökumət etdiyi, onun hakimiyyətində olan hər bir kəs bu demək, qanuna tabi olub və heç bir şeyə qarışmaz. Ona görə gəlir ki,
tutaram və tutur, vuraram, vurur, işgəncə eləyərəm, işinin əlindən alaram və s. formalarla çalışır ki, səni, yəni o vətəndaşı hərəkətdən durdursun, dayandırsın, qoymasın ki, bu işinə və ya etirazına çıxsın. Niyə? Çünki onu qorxusun ki, o danışmasın. Buna görə ki, sən xiyabana çıxanda hakimiyyətin huzurunu pozursan. Sən xiyabana çıxanda hakimiyyəti qorxudursan. Sən xiyabana çıxanda onun nə qədər zəif olduğunu başqalarına göstərirsən. Başqa vətəndaşlara ki, qorxurlar hakimiyyətdən, onlara göstərirsən ki, bax, bu, görürsən də qorxaqdır, heç nə eləyə bilmir. Çıxın, əlinizi qaldırın, təpiyizi də vurun yerə, deyən ki, ölüm olsun fars ırqıcısına, rədd olsun işğalçı fars. Haray, haray, mən Türkəm, Təbriz, Bakı, Ankara, biz hara, farslar hara, rədd olsun diktator və s. Sən xiyabana çıxanda o kənardan baxan sənə baxır, cəsarət tapır, gəlir, qorxusu tökülür. Qorxusu töküldüyündə hakimiyyəti yıxmağa doğru gelir. Sən xiyabana çıxanda onu hökumətini titrədirsən. Xiyabana çıxıb onu yıxa bilərsən. Sən xiyabana çıxanda millətin qorxusunu tökürsən. Millətə qorxu tökülür. Cəsarət tapırsan. Millət səninlə cəsarət tapır, sən millətlə cəsarət tapırsan. Düşmənin həm qorxusu artır, həm onun qorxaq olduğunu bilirsən. Bunu biz əməldə görməliyik də. Yoxsa otursaq, elə qədim təfəkkürçü yaralıblar, divar, muş darət, muş, quş darət, sus danışma, sən deməcəklə, amandır, danışma, bu məsələlər danışılmaz, bunu deyilməz, onlar bizə daxili yoxdur. Yəni bu, öz sansurluq, öz tabiçilik, özünü şey eləmə psikolojisi, tətbiq eləmə psikolojisi ki, hakimiyyət ümumiyyətlə çalışır yaratsın. Ona görə deyir, çıxma xiyabana. Ağa, gəlir qorxudur, adamların göndərir, elə gəlir, adını da məsələn qoyar, çox belə qəşəng, aşırı millətçi də qoyar, istiqlalda da danışar, çıxar, deyər ki, mən elə məsələn, bütöv Azərbaycancıyam, amma bunun yolu deyil, xiyabana çıxsaq öldürəcəklər bizi. Bax, bu nə forma ilə gəlir millətdə o qorxunu çox azsın ki, aman ha, çıxma eşəyə. Güya ki, bizi indi öldürmürlər. Güya ki, Azərbaycanın namusunu vurub aparıblar. Sənin qızın gəlirlər, gözün qabağında aparırlar. Bunlara baxmayaraq deyir ki, çıxsaz, belə eləyəcəklər. Nə eləməyiblər ki, başımıza nə gətirməyiblər ki? Xiyabana çıxmırsan, səni öldürmürlər. Bu, ilk başda hakimiyyətin özünün başlatdığı psikolojik savaşdır. Bunu öz amillərinin vasitəsilə gətirir, hərəkətdə yayaraq, millətdə qorxu yaradır ki, çıxsaz, belə eləyəcək, elə eləyəcək, bunun ölümü var, itkisi var, get başını sal aşağı, öz işində olsun. Bir seri o teyflərlər ki, hər hangi bir dəyişikliklər olursa, öz verirsə, bir şeylərini itirəcəklər. Mühafizəkarlıq eləyirlər. Ona görə ki, məsələ deyək ki, indi bu hakimiyyətdə ya yaxşı işləri var, yaxşı, məsələn, pulları var, yaxşı məqamları var, yaxşı yaşayış və oturumları vardır, yaxşı imkanları vardır. Onlar asayişdədir, o çətinlik, əziyyət çəkmiş istədiyini eləyir və deyir ki, qardaş, çıxıb mənim asayişimi pozmacına. Bu da, demək, yəni bir qrup rahat yaşayan insanlardır ki, demək, hər hangi bir hərəkətə, hər hangi bir demək, davranışın, etirazın, dəyişimin onların yaşayış balansını dəyişdirəcək və bəlkə pisləşdirə bilər deyə mühafizəkarlıq edərək, ona görə təşviq edirlər ki, aman başını sal aşağı, ağa qoy yaşayırıq da, nə həmçin vardır, bizim məsələn, işimiz var, pulumuz var, gücümüz var, deyirik, hətta könül deyir ki, nəyə deyirsən dilim qədağandır, dilimiz hanı danışırıq da, sən deyirlər ki, xiyabanda danışanda gəlirlər, deyirlər danışmacına, yəni bununla özünü istəyir tuğucu eləsin. Bu da bir teyfdir. Bir teyf
əslən mübarizədən heç bir anlayışı olmayan, yəni mübarizənin ABC-ni belə bilməyənlərdirlər. Amma təsadüfən qatılıblar hərəkətə, indi qafilədən dalı qalmasına gəlirlər, nəzər verirlər. Onlara görə deyirlər ki, demək, belə inanırlar ki, dəyişmələr, inqilablar millətlərin iradəsi deyil, başqalarının iradəsi ilə olacaqdır. Məsələn, bunlar inanırlar ki, özgələri təsmin tutmalıdır. Məsələn, Amerika nə qərar versə, o olacaq deyə, sən istəyirsən elə, istəmirsən eləmə. Əskilən də deyərlər ki, İngilisin əlindədir, İngilis bunları eləyir. Və ya məsələn, möcüzəyə inanırlar ki, güya ki, məsələn, reform olacaqdır. Hər hansı bir, demək, mübarizə usulu ilə, yəni ki, bu sistemin dəyişməsi üçün mübarizə lazımdır, savaş lazımdır və çıxıb dayanış, müqavimət lazımdır. Ona görə can verməlisən, qan verməlisən ki, o zülmüdən bir dəfə qutarasan, azad yaşayasan. Özün də qutulmasan, özün də yaşamasan, ən azından evladın və nəslin azad yaşayacaqdır. Yəni, bunun dəyəri vardır ki, çıxasan bu məsələ üçün öləsən. Onsuz da biz nəhayət öləcək də. Onsuz da kim dünyanı tutub axirə kimin qalacaq ki? Biri vardır ki, yiğit kimin, başı uca, rəşadətlə savaşasan, meydanda şəhid olasan, bir də var rəzalətdə yaşayasan və rəzalətdə də öləsən. Mən sizə bir dənə belə misal vurum. Baxın, bunları görən, amma susan, bunlara insan demək olmaz ki, bugün demək, dünən bir xəbər oxudum, Urmuda, Xanəli Hüseyin adında birisini bir ayağını kəsiblər, diabetdən ölüm üzlədir, əlaca ehtiyacı var, müayinəyə ehtiyacı vardı. Bunun özünün üzərində olan 150 min tümənində alıblar, xəstəxanadan atıblar eşiyə ki, get öl, Allah amanına. De, sən ölmüsən də, sənin nəyin qalıbdır ki, ondan qorxasan ki? Çıxaram xevanı öldürərlər, səni elə öldürürlər də. Səni yavaş-yavaş başını kəsirlər, cavanlarını öldürürlər, cavanların zindana salırlar, dırnağını çəkirlər, namusana təcavüz edirlər. Fəqət başını soxmusan qara. Bu teyf ki, gəlirlər tappadan, aradan, sıradan bu sözlər deyirlər. Bunlar isə mübarizə anlayışları yoxdur mübarizədən. Elə fəqət buna inanırlar ki, bir şeylər olacaq. Məsələn, Avropa gələcək, bir şeylər eləyəcək orada. BMT gələcək, bir şeylər eləyəcək. Məsələn, Amerika gələcək, bir şeylər eləyəcək. Ya Həzrəti Mehdi gələcək, bir şeylər eləyəcəkdir. Yox, sən eləyəcəksən. Sən başladacaqsan. Sən xiyabana çıxacaqsan, sən iradəni qoyacaqsan və onları da arxanca çəkəcəksən. Atalar deyiblər, mələmiyənə süt yoxdur. Ancaq bir əsası bölüm var. Baxın, bu çox təhlükəli bir bölümdür. Bu bölüm, bu kəsim deyir ki, hər türlü hərəkəti etməyə qarşıdırlar. Onlar deyirlər, xiyabana çıxmayın. Onlar deyirlər, buçvarı verməyin, Avropanın xoşuna gəlməyin. Onlar deyirlər, bozqur işarəsi tutmayın. Onlar deyirlər, uğramayın. Onlar deyirlər, Azərbaycana bayraq seçməyin, nə işiniz var dağa? Qırmızı bayrağını gördünüz nə qədər əleyhinə təbliğat apardılar və ya hər hansı bir bayrağın. Ağa, İranın bayrağı var da. Ləndənə istərsən bir dənə yığışasan, ya dünyanın hər bir yerinə 30 yerdən yağdırarlar, 40 yerdən yağdırarlar. Bunlar heroin qaçaqçısıdır, bunlar bilmirəm, ərazi lobaşdırlar, bunlar Əliyopun amilləridirlər, bunlar bilmirəm, Siyanın amilləridirlər, bunlar böyrək satanlardirlər, bunlar qadın alver eləyənlərdirlər. Bu iftiralarla bir şeylər, yəni hər hansı bir hərəkətə qarşıdırlar. Bax, etmə, hərəkət eləmə. Qırmızı rəngi bəyənməzlər. 100 dənə dəlil gətirirlər ona. Ki, olmasın. Çünki bir şey olur axı. Bir birlik yaranır, bir hərəkət yaranır. Bir birlik simgəsi yaranır. Hərəkət güclənir bununla. Nə deyirlər? Gəlirlər deyirlər ki, ağa eləmən, niyə eləyirsiniz axı bunu? Deyir, uğramacına. Bozqut tutmacına. Niyə? Çünki sən qurd olsan, qurda kimsə yaxınlaşa bilməz ki, qurdu kimsə əsir eləyə bilməz ki, qurdu kimsə minə bilməz ki, qurdun da ətin, sütün kimsə yiyə bilməz ki, deyəcək, qoyun ol.
Qoy yununu yerlə yesinlər, dinmə, sütünü sağırla sağsınlar, dinmə. Ətini də yesələr, dinmə, səsini çıxartmasın. Onların bütün zadı budur ki, bir şey olmasın, eləmə. Hərəkət olmasın. Bir gün deməzlər ki, bunu eləyək. Hə, çox cindirsən, deyərlər ki, məsələn, Sazma Hanım ilə bir kağız yazacaq da. Yazın da, sizə demirik ki, yazma. Amma milləti yoxuya verməyin, millətə xəyanət eləməyin, milləti demək, yoxuya verərək hakimiyyətin qulluğuna keçməyin, hökumətə zaman qazandırmayın. İstiqlaldan danışmayın deyirlər. Bu teyf daha qəşəng diqqət eləyin. Onlar ki, deyirlər, hərəkət eləməyin, elə həmən teyfidir, çıxman xəvana. Millətçilərə Şaban Bimux deyirlər, bozqutlara lompen deyərlər. Təşkilatlara ağız bizərlər, təşkilatlanmağın qarşısındadırlar. Ağa təşkilat nəyə lazımdır? Elə biz elə millət qərar verərdi. Heç təşkilat lazımdır. Bunlar qəşəng o irtibatlarına baxacağıq. Bu sözlərin hara ilə necə dolayı yollarla irtibat qurub və ya direkt yollarla. Hərəkatı deyirlər, siyasiləşdirmən. Ağa, bu mədəni hərəkatdır. Siz niyə siyasiləşdirirsiniz? Azərbaycan yuxusunu görməyin. Məsələn, gedin yaşlılar orada hərəkət edib qatılın da. Haray, mən Türkəm deməyin deyirlər. Deyənlərdirlər. Onlar ki, deyirlər, çıx, yavana çıxmayın. Bu sözü deməyin Avropanın xoşuna gəlməz. O sözü deməyin Amerikanın xoşuna gəlməz. O sözü deməyin Farsın xoşuna gəlməz. Və nəhayətdə, yəni nə? Heç iş görməyin. Bunu deyə bilmirlər, heç iş görməyin, hamı əvvəldə vuracaq ağzından. Nəticədən gəlin neyini? Bir, sənin burada bir daş atır qabağın, orada bir mani atır qabağın, orada bir duvar yaradır, orada bir çətinlik yaradır ki, nədir? Bu işi durdursun. Onların məqsədi nədir? Budur ki, nəhayətdə məalən heç bir iş görülməsin. Onlar dediyim kimi, öldürən dövləti məhkum eləməzlər. Öləni məhkəməyə verərlər. Deyərlər ki, çıxma Sadıq Rəvana vurmazlar da. Deməzlər ki, bu hakimiyyətdir, ha, öldürür. Ağa, çıxaq bunu dağıdaq, yıxaq da. Ağa, sənin gecəylə gəlir, evindən oğlun götürür aparır, qızın götürür aparır, xanımın götürür aparır, dədəni götürür aparır, mədənlərin gözün qabağında çalır, çapır aparır, torpaqlarını sökür, pulun aparır və o da vətəndaşındır ki, dərmansız ötürülüb də Allah umuduna xeyvanda geçsin ölsün, çöldə geçsin, küçədə geçsin ölsün. Və sənin itirəcək nəyin qalıbdır ki, hələ burada durarsan deyəsən ki, sən xeyvana çıxmasaydın belə olmayacaqdı. Hə? Nəhayətdə bunlar bu bölümünün hakimiyyətin istəyin nə qədər üst-üstə düşür, hakimiyyət də deyir ki, iş görməyin. Bu bölümdə bütün çalvası odur ki, iş görməyin. Gördük. Biz bunları tanıdıq. Bunlar bəlli adamlardır. Başqa bir teyf ki, genə də mühafizəkar yanaşaraq, mühafizəkaranə davranaraq milləti hərəkətdən durdurmağa çalışırlar. Bunların öz kəzai şəxsiyyət və kəzai təşkilatlarından yaranan bir məsələdir. Yəni, bir şeylər özlərini öz rüyalarında, öz aləmlərində çox mühüm, çox əhəmiyyətli, lider, şəxsiyyət tanıyırlar ki, məsələn, hərəkətdə güya ki, çox ağır adamlardılar və ya, məsələn, iddia edirlər ki, məsələn, təşkilatının bir trelicə adı vardı. Bunu eləyəcək, onu eləyəcək, bunu istəyirik, buna inanırıq, ona inanırıq deyə təbliğat eləyərlər. Amma bunu sınamaqdan qorxarlar. Özlərini önəmli bilən, amma o önəmin sınamaqdan qorxanlardılar. Ki, məsələn, o şəxs ki, özünü rəhbər bilir, ağır bilir, böyük bilir, ağsaqqal bilir, məhbub sayır,
özünə belə o qədər güvəni yoxdur ki, çıxsın desin ki, məni sevənlər, çıxır xiyabana da, gəlin gedək burada təzahürat eləyəcək. Gəlin bu dövlətin ağzından vuracaq. Biz çıxacaq xiyabana, bunu dağıdacaq bu dövləti. Qovacaq Farsı vətənimizdə. Niyə? Çünki çıxsa desə, axı Kəzai öz yolunda bunu düzəldi baxı. Güvəni yoxdur, özünə də dövrəsində də bir adam yoxdur axı. Bunu çıxıb desə, görəcək ki, heç kəs çıxmadı, biabır olacaq. Bəs nəticədə mühafizəkarlıq və 100 dənə bəhanə gətirsin. Çünki o deyə bilmir ki, çıxaq bunu eləyək. Çünki desə ki, heç kəs onun sözünə baxmayacaq. Birdən deyərəm, sözüm düşək yerə, biabır olaram bu millətin içində. Ən yaxşısı budur ki, çıxmasam heç kəs bilmir ki, mənim gücüm var ya yox. Mən çıxsam, gücüm göstərəcək. 10 nəfərdir, 100 nəfərdir, 50 nəfərdir, 1 milyondur, 2 milyondur. Amma çıxmasam bu bəlli olmayacaq ki. Elə o zehniyyət, o tabu, o Kəzai şəxsiyyət qalsın da, desin də məsələn filan təşkilat nə güclüdür. Hər kəsin beynində bu yaransın. Ya məsələn filan şəxs böyük adamdır. Ha, məsələn onun məhbubiyyəti var. Bunu deməyin, bunu danışmayın. Özlərini böyük hesab edib, amma zərrəcə də olsun belə hərəkətdə nüfuzu olmayanlardılar. Kəzai şəxsiyyətlərinin tökülməsindən qorxub susanlardılar. Ki, amandır, digəri, bu olmaz. Bəlli olar ki, məhbubiyyətimiz yoxdur. Bəlli olar ki, nüfuzumuz yoxdur. Bəlli olar ki, demək, yəni özlərini o razı eləmək, özlərini ki, öz işlərində lider deyə razı eləyiblər, qürur duyurlar, o hətta özlərinə də tökülər. Özlərini ona buna böyük göstərənlərdirlər ki, bu sınaqlardan qorxurlar. Bu da bir bölümdür. Amma bunların bir xasiyyəti var, bunu da unutmayaq ki, əməl olandan sonra o gün güvəsi təzahürat başlanıb, hamıdan qabaq pula bəyanat verərlər. Hamıdan qabaq çıxarlar ki, biz dedik, biz planladıq, biz elədik, bizim işimizdir. Ki, o Kəzai şəxsiyyətlərini saxlasınlar. Birilərinin yanında desinlər ki, bunlar eləyib də. Bu gün gəlib deyə bilmir ki, gəlin çıxaq xiyabana. Bunları siz bırakın. Fakat o özlərinə o Kəzai dünyada yaşasınlar. Bunların nə hərəkətin uğuruyla, nə mübarizə usuluyla, nə millətin tutuqlanması ilə, yaralanması ilə. Əgər bunlar bilsələr ki, desələr, çağırış versələr, 1000 nəfər çıxacaq xiyabana, əmin olun ki, verərlər. Tutulacağını bilirlər ki, tutulacaq. Onlara baxmazlar. Amma indi ki, onu deyə bilmirlər, cəsarətləri yoxdur. Qorxurlar ki, aman daha, abrım gedərik. Məsələn, deyərəm, çıxın təzahürata, olmaz. Xatırınızda olsa, mən sizə bir dənə məsələ deyim. Bir zaman biz damlara çıxıb ulayın dedik. Bəziləri şadlıqlarından şivən edirlər, quyruqları ilə badam sındırırdılar ki, aman, heç səs çıxma deyə, qayıb beyabır ol deyə, gördünüz, heç iş sayma deyə, düşməndən çox bunlar sevinirdilər. Amma gördünüz ki, və ya mən televizyondan uğrayanda, bunlar ağzına gələnlər dedilər, bir-birlərinə bizə ki, ağa siz heyvan səsi çıxardırsınız, siz bu nə işdir, beyabır elədin, sən intihar elədin. Mən intihar elədim, sən niyə narahat olursan? Mənim bu cəsarətim vardı intihar edeyim, mənim partiyamın bu cəsarəti vardı ki, bu riski eləsin, çıxsın, çağırış versin və onu oluşturmasını da başarır. Biz bir çağırış verəndə, hansı bir şəhərdəki veririk, orada onun oluşmasını sağlayırıq. Ona görə də cəsarətlə çıxırıq deyirik ki, çıxacaq burada. Gəlin xiyabana. Bizə qatılın deyirik. Biz demirik ki, siz gedin təzahürat edin. Biz deyirik ki, gəlin bizə qatılın. Səsimizi eşidəndə bizə qatılın, dəstək verin. Amma həmən o ulamaq hadisəsində bizə ağız büzənlər, məskər eləyənlər, görürüz, neçə ay geçmədi, bu bir dənə adətə çevrildi.
100.000 kişi birdən stadyumda uluyur. Və ya bütün mərasimlərimizdə damlardan ulamaq səsi gəlir. Nə qədər də istəsəz bunu danasız, bu gəlir, bu yarandı. Onların bu cəsarəti yoxdur ki, çıxsınlar, belə bir riskə girsinlər. Amandır, digər filan şey olmaz, az çox ehtiramımız vardı, o da tökülər gedər. Qandı deyir ki, mübarizə o deyil ki, sən yıxılmayasan. Qələbə odur ki, mübarizə odur ki, yıxıldıqda durmağı bacarasan. Əsas qələbə odur. Yıxıldıqda durub, mübarizəni davam etməyi bacarasan. Bir təşkilin tutar, biri tutmaz, biri yaxşı cavab verər, biri zəif cavab verər. Sən bu təşkilləri kəşf eləməlisən. Sən bu təşkilləri kəşf edib tətbiq eləməlisən. Elə mütləqa bütün çağırışlar, bütün eylemlər 100% olacaq deyə ictimai hərəkətlərdə dəfələrlə demişəm, belə bir formulumuz yoxdur ki, deyəsən 2-ni 2 eləyər 4. Bizim elan olunmamış neçə eylemimiz elan eləməmişdi. Fəqət partiya üzvləri, üzəklərimizin vasitəsilə Təbrizdə son anda elə bir hadisələ üzləşibdir ki, imkansızdır, ləğv olunubdur. Baxmayaq ki, nə qədər həzinəyə mal olub bizə. Başqa şəhərlərdən insan gətirmişik, başqa şəhərlərdən gəlib otellərdə yerləşiblər, evlərdə yerləşiblər ki, bugün, bu saatda, bu yerdə təzahürat eləyəcək. Bizim təzahüratımızdan yarım saat qabaq, həmən nöqtədə İran təzahüratı başlayıb. İndi bu xəbər sızıbdır, nə cür olubdur, bizə bir patək vurulubdur. O nöqtə işğal olub. Daha bizim də təzahüratımızın oluşması mümkün deyil. Hakimiyyət, dövlətlər belə bu ictimai hərəkəti görürsən, oluşturduqları, plan tökdükləri kimin getmir. Özüm siyasi təşkilatsın. Hətimən dediyin 100% olacaq deyə də bir şeyimiz yoxdur. Bəlkə də biri olmaz. Amma öndə gedirsənsə, əgər pişqamsansa, əgər mübarizsənsə, bunu eləməlisən. Bəlli bir hesablar, mühasibələrin üzərində deyirsən ki, bu məsələ alınar, onu təhqiq edirsən, nəzərxahlıq edirsən, araşdırırsan və onu başlayırsan. İndi mümkündə hesab eləmədiyin bir amil gələ önə və onun eniyə əngəl ola, mane ola. Bunu sən hesablamazsın, bilmirdin. Bu hava ola bilər, bu elektrikin kəsilməsi ola bilər, bu telefonun donmalısı ola bilər, bu bir dənə təsadüflə yolun bağlanmasından ola bilər. Yüzlər amil bunda dəxalət edə bilər. Ki, məsələn, Ərdəbildə Abbas bəyin azadlığı üçün qoyduğumuz təzahürat, qar yağması və yolların bağlanması ona əngəllərdən birisi idi. O yerdə ki, planlanmışdı ki, olacaqdı bu, şəriəti Dəbiristanı ki, saat 12 yarımda Dəbiristan buraxılır, ikinci şiftə çevrilir, o saatda başlayacaqdı. Məsələn, Dəbiristan qarın yağmasına görə bağlıydı. Yəni, biz o qalabalıqdan istifadə eləyərək girib onu təzahürata çevirəcəkdi. Plan getdi. Bu, ictimai hərəkətlərlə. Özəlliklə də qeyri-qanuni bir təşkilat ki, rejimin nəzərinə görə qeyri-qanunudur, özünün adını gətirə bilmir, dəftəri ola bilmir, dəstəki ola bilmir. Beləncə eləmləri oluşturması təbiidir ki, 100% qarantı deyil. Bunu oturub 100% gözləyəsən, heç zaman bu 100% öz-özünə gəlməyəcəkdir. Amma həmən o 100% qarantı olmayanı sən düzgünlü program qoyub və çalışsan, birini də eləyə bilməsən, ikisini də eləyə bilməsən, bəlkə üçüncüsünü 100%-ə çevirəcəksən. Bəs bunu başlatmalısan. Çıxmağa, xeyvana çıxmağa, əyləmə qarşıdırlar.
onlar ümumiyyətlə İrançıdırlar. Azərbaycan üçün hər hansı bir hərəkətə ziddirlər. Onu deyəmirlər açıqcasına. Yüzlər bəhanə qoyurlar. Həmən adamlar ki, deyirlər ki, çıxmayın. Yaşlılarda bağırırlar ki, çıxın da, çıxın xiyabana. Yaşlılarda gül verirdilər. Yaşlılarda naz edirdilər adamların başına. Dəsmal çəkirdilər, əl çəkirdilər. Və ya o demək, yaşlılara yolu açırdılar. Öyle onlara da güllə atırdılar, onları da tuturdular, onları da vururdular, onları da öldürürdülər. Və niyə orada deyirlər çıxın? Çünki İrandır. İran məsələsinə çıxarsan, can verərsən, qan verərsən, qeyrət tələb eləyərsən, Azərbaycanlı yatmışsan, çıxı, qeyrətin adadır. Təhrik edir ki, çıx günə. Çünki İrana hər şey eləməyə o hazırdır. Amma Azərbaycana yox. Azərbaycana heç bir şey eləməyə, yəni nə eləsə Azərbaycan üçün haramdır. İran üçün milləti topun qabağına da göndərərlər, amma Azərbaycan gələndə amandır vurarlar, öldürərlər, çıxmayın, filan eləməyin və s. Amma biz bunu bilməliyik ki, bayaq söhbətimin əvvəlində də dedim ki, bu savaşın sonucu ancaq və ancaq meydanlarda, xiyabanlarda təyinləşəcəkdir. Milləti qorxutmağa çalışanlar özləri çarəsiz, zəlil, qorxaq, rəzalətə boyun əyən, köləliyi qəbul edən, varlığımızı talayanlara, varlığımızın talanmasına, toprağımızın işgalına göz yumub riza verənlər və bir taxım cəsarətsiz, zəifin nəfs insanlardılar ki, heç bir mübarizəyə qatılmayıblar. Bunlar bıraxın da Təbrizdə, Urmuda, bunlar Avropada deyəsiz Gəncədə filan yerdə təzahürat eləyə gəlməzlər. Avropada məyə öldürürlər adamı. Avropada məyə tuturlar, məyə zindanı vardı. Avropada bir belə eylemlər olubdu. Avropada bir belə təzahüratlar olubdu. Bu adamlar hansı şirkət edilib? Onlar ki, deyirlər ki, getməyin, qatılmayın. Zaten bunlar əməl adamı deyirlər. Bunlar deyirlər, oturun, Alman gələr bizə təsmin tutar da. Mesela deyək, Fransa gələr bizə bir çarə qılar da. O qədər zəifin nəfs, o qədər özlərindən özgə. Biz onlar Tehranda demirik, Təbrizdə demirik, Urmuda demirik, Avropada deyirik, təzahürata qatılın da. Avropada da qatılmazlar, Avropada bəhanəz nədir? Bəhanəz nədir? Axı bir dənə millətin ki, dilin qadağan eləyiblər, adın qadağan eləyiblər, toprağı işgal altındadır, mədənlərin sökürlər, aparırlar, uşağına öz adını, istədiyi adı qoya bilmir, uşağına öz dilində danışa bilmir. Nədən qorxacaqdır bu millət ki? Əsə o millətin nəyə qalıbdır ki, onu öldürsünlər? O milləti öldürüblər. Bədbaxtlar siz özünüzə gəlin. Ona deyirlər ki, aman da, çıxma etiraz eləmə, elə geçinin fas deyirlər, nə olar, fasda danış da. Ne eybi vardır ki? Bırak bu sözde. Kan biz mesela ne olar ki? Acın olmasın, mesela Polad olmasın, olsun kan biz. Kuruş olsun. Bunlar bir zamanda bizi başka şeyle vururdular. Dediler ki, ağa bunlar hərəkəti radikalizmə çəkirlər, terrorizmə çəkirlər, silahdan danışırlar, belə öldürərlər, dünya bizi terörist danışır. Baxın bugün Libiya. Görürsünüz, bir-bir dediklərimiz necə təsbitləşir, necə doğrulaşır. Baxın Libiya. Libiyada da silah aldılar əllərinə. Tərsinə dünya nə ki onlara
terörist demədi. Bəlkə NATO da onlara arxa durdu. BMT də onlara arxa durdu. Bütün dövlətlər də o silahlıların arxasında dayandı. Görürsünüz, bunlar nə qədər xaincəsinə hərəkətimizi durdurmağa, susturmağa, zəiflətməyə, hər hangi bir iftiradan, şantajdan, şarlatanlıqdan çəkinmirlər. Bizə deyirlər, uşağa, siz milləti belirliyisiz tutacaqlar, öldürəcəklər, güya ki öldürmürlər. Dünya bizə terörist deyəcək. Və niyə Libiya demədilər? Və niyə demirlər Libidəşlər? Əlində alıbdır Klaşinkovu, Yuzunu, Jeseni, Kalibre 50'ni vuruşur. Bunlar bir seri zəif-i nəfs, qorxaq və öz qorxaqlıqlarını millətə imal eləməyə çalışanlardılar. Hiçbir hərəkət olmasın, hiçbir şey eləməyin. Hiçbir şey eləməsədən bir dənə kağız yazarıq. Bəlkə siz bunları eləməsəz, bəlkə Cumhuriyet İslami bir dənə məcəlləmizin çıxmasına icazə verər. Daş düşsün sizin başınıza. Yazıqlar, ağır olsun sizə. Bu qədər də milləti satmaq olar, vətəni satmaq olar. Yeraltı, yerüstü mədənlərin çapılmaqdadır. Cavanların günbəgün məhv olmaqdadır. Baxın, bu traktordan 100 nəfəri tutublar. Elə bu yeni ildə 200 nəfəri, 300 nəfəri tutublar. Sən çıxmasan da tuturlar. Bayaq söhbətimin əvvəlində dedim. Meğer şah utanclarının töhtü xiyavana helikopterlə milləti vuraraq hakimiyyətini qoruya bildi mi? Əgər onlarda müqavimət eləməsəydik, biz xiyavandaydıq. Bunu deyənlər bilsinlər. Biz xiyavandaydıq o gün. Biz o günləri yaşadıq. Biz o günləri kokteyl molotovla, serahla şahın tanclarına hücum eləydi, ciplərinə hücum eləydi. Onun əlində modern silahlar var idi. Daşla, kərpiclə vururduq onları. Vurduq da, qovduq da. Və ya Tunisdə, Misirdə, bayaq dediyim kimi. Elə bizim Azərbaycanda, biri Xordadda. Meğer Xalq Müsəlman Hərəkatının qanda boğmadılar. Meğer 1325'də bizi qətlam eləmədilər, 50 min nəfərimizi öldürmədilər. Onlar elə səni təbid eləyirlər, fəallarını tuturlar, danışanlarını boğurlar, öldürürlər, yox eləyirlər, əridirlər. Bəziləri də deyirlər, məsələn, buna qatılmayın, açıqsa tutacaqlar, tuturlar. Sən görmək istəmirsən. Öldürürlər, sən görmək istəmirsən. Nə qədər adamımızı zindanda öldürüblər? Nə qədər adamımız dırnağını çəkiblər? Rəzalət nə dərəcədə olar? Nə qədər gözləyəcəyik biz? Amma əgər bu üçü deyək ki, məsələn, xiyabana çıxsaq, tutulacaq, tutulma var, öldürülmə var, zindan var, işsizlik var, bunlar var. Onda gərək belə eləyək. Bunu belə baxanda, olacaq belə deyək. Maşına minsən, təsadüf eləyərsən. Qatara minsən, qatar yoldan çıxa bilər. Demək, Urmiyə gələn o təyyarə ki, düşdü, heç də təyyarəyə minməsin, təyyarələr hamısı düşəcəkdir. Gəmiyə minmək ki, batacaqdır. Onda sən heç nə eləmədə, otur bir dənə quşədə, zəlil otur, ölümün gözlə, təqdir ilahını gözlə ki. Yəni bu ki, demək, bunu eləmə, onu eləmə, xiyabana çıxma, hökumət bunu vuracaqdır, onu tutacaqdır. O zaman yəni, sən heç nə iş görmə, nə işin var? Qoy hökumət öz bilənini eləsin. Başını salaşağı insan kimi yaşacına. Başını salaşağı hiçbir şeye qarışmacına.
Onlar azadlığın anlamını heç zaman anlamayıb və anlamayacaqlar. Ata Babəkin bu kəramətli sözünü ki, bir gün azad yaşamaq 40 il köləlikdən üstündür, onlar heç zaman anlamayacaqlar. Azadlığın bahası vardır. Qəhrəmanlıq tələb eləyər, cəsarət tələb eləyər. Xiyabana çıxacaqsan, döyüşəcəksən, şəhid olacaqsan, yaralı verəcəksən, nəhayət düşməni çıxaracaqsan, ondan sonra azad yaşayacaqsan, başı uca yaşayacaqsan. Biz deyirik ki, birinci dərəcəli vətəndaş olmaq istəyirik. Onlar deyirlər, üçüncü də olsan eybi yoxdur, beşinci də olsan eybi yoxdur, ikinci də olsan eybi yoxdur. Yaşayırsan da yaşacına. Çıxarsan, birinci olmağa çıxarsan, vurarlar səni öldürərlər. Çıxma. Elə sənə nə təyinləşdirdə, o təqdir ilahıdır da, qəbul edəcəksən. Bizim ədəbiyyatımız, əslən, Azərbaycan, Türk ədəbiyyatına baxın, baxın, şair nə deyir? Deyir, mən yataqda ölmək üçün yaranmamışam. Salam dar ağacı, əleyküm səlam. Onlar bunu anlaya bilməz ki. Mənə yataqda ölmək ağır olsun. Bir halda ki, mənim millətim əsarətdədir, toprağım əsarətdədir, namusum əsarətdədir, dilim əsarətdədir. 1000 dəfə məni dara çəksinlər, öpərəm o dar ağacını. Yataqda ölmək mənə ağır olsun. Və ya atalarımızın, şairlərimizin sözüdür. Dedi, vətən uğrunda yeri gələndə ölüm meydanına girəsən gərək. Bunu bütün bizim ədəbiyyatımıza baxın, vətən, şəhadət, qəhrəmanlıq, ölüm, bunlar hamısı vardır. Hansı bir milləti görmürsünüz ki, bu qəhrəmanlığı eləməmişdən yaşasın ki? Biz də gedək oturaq, məsələn, BMT bir dənə məktub yazdıq, ondan deyək ki, məsələmiz həll olacaqdı, oturaq. Genə də atalarımız deyək, ürək sizə yorğan düşək ver, qoy gəlsin yorğan düşəkdə olsun. Amma ər yiğit cəng meydanı. Bu dünya mübarizə dünyasıdır. Millətə əsarətə çəkmək istəyənlər, bu teyflər, bu ədəbiyyatdan biganədirlər. Bu yolda 1000 dəfə də ölçək, ona hazırıq. Əskər istəyirlər, bilmən, mən ölümə hazıram. Var igidlər çıxsın meydana. Bunu deməyin əvəzinə, öz qorxularını başqalarının üzərinə, bədbəxt, ən azından sus, qoy bu cəsarətlilər geçsinlər, səni də qurtarsınlar. Qoy bizim gəncliyimiz, rəşid insanlarımız, igid evlatlarımız çıxsın, sənin kimi rəzilləri də qutarsınlar. İnan sən onların o şəhadətindən, onların o şəhamətindən, cəsarətindən ən çox faydanı sən aparacaqsan. Rəzil, ən azından bırak qoy bunları işini görsünlər. Yox, yapışırlar ayağından. Amerikan lobsterdirlər. Yapışırlar ayağından. Lobster, xərçəngə deyirlər. Bu xərçənglər görürsünüz ki, baxsaz akvaryumlarda, o satış yerlərində filanlarda yığıblar, töküblər o zadın içinə, akvaryumun içinə. Bu okyanın iyisini ki alır, məsələn bir görsən ki, dartınıb, çəkib özünü okyana tərəf, okyanusun iyisinə tərəf, akvaryumdan çıxıbdır. O baş aşamadadır. Görsən ki, biri yapışıb onun ayağından, o birisi yapışıb onun ayağından, o birisi yapışıb onun ayağından. Baba, bırak ama bu çözünü qutarıb keçsin bari. Bu tipli insanlardır ki, deyirlər ki, çıxma. Məntiq də düzəldirlər özlərini, dəlil də düzəldirlər. Güya ki, milləti ürəkləri yanır, çıxarsınız milləti öldürərlər, yaralayarlar, ona görə biz deyirik, çıxma. Millətin taleyini, millətin köləliyə sürəkləyənlərdirlər bunlar. Bir millətin bədbəxt olmasının amilləridirlər bunlar. Nəhayətə baxırıq, görürük ki, bunların hamısı, yəni onlar ki, deyirlər çıxmanın hamısı bilərək və ya bilməyərək bir yerə xidmət edirlər. Hakimiyyətə zaman qazandırmaq, hakimiyyətin davamını və iqtidarını təmin etmək, hakimiyyətə boyun əymək, köləlik kültürünü yaygınlaşdırmaq və milləti tabe saxlamaq.
yavaş-yavaş öldürməkdənsə ya bir dəfə ölərik, ya dirilərik. Bu bizim kültürümüzdür. Bu mübarizənin kültürüdür. Bunu özümüzə həll etməliyik. Azad olmaq istəyirik, ya əsir qalmaq istəyirik. Azad Azərbaycanda yaşamaq istəyirik, ya Fars hakimiyyəti altında yaşamaq istəyirik. Toprağımızı talayıb, aparıb, söküb, dağıdıb, bizim başımıza döyənlərə baş əyməliyikmi? Yoxsa onları toprağımızdan çıxardıb, toprağımıza, mədənlərimizə, varımıza, kimliyimizə sahib olaraq başuca yaşamalıyıq? Bunları seçməliyik. Mal dövlətimizə özümüz sahib olmalıyıq, yoxsa elə Fars söksün aparsın, Farsın çəkməsinin altında yaşamalıyıq. İnsan kimi yaşamaq istəyirik, ya yarım insan, neçə dərəcəli insan, birinci dərəcəli mi insan istəyirik olaq, yoxsa ikinci dərəcəli, üçüncü dərəcəli, dördüncü dərəcəli, yeddinci dərəcəli insan yaşamaq istəyirik. Özümüzü idarə etmək istəyirik, yoxsa Fars ağalığını qəbul etmək istəyirik. Bunları özümüzdə həll eləməliyik. O da gəlir, deyir ki, çıxma, ha işi. Ağır olsun sən. Adın işğaldır belə. Adın. Danışdığın dil işğal altındadır. Danışdığın dil işğalçı dilidir. İşlətdiğin ədəbiyyat istismar ədəbiyyatıdır. Uşağın istədiyin adı verə bilmirsən. Uşağınla istədiyin dildə danışa bilmirsən. Sən nəyin qalmış ki? Nəyin qalmış ki, onu itirməkdən qorxursan? Sonuçta, vurguladığım kimi, bu ifadələri işlədənə uzun olsa da, mən üzr istəyirəm, ancaq bunu mən deməliydim. Bu məsələ, özlüyündə bir mövzudur. İş görməyin deyənlərə, onların düşüncə və mahiyyətlərini açıqlamaq. Uzun da olsa mən soydaşlarımızdan özür dilərəm. Çünki bu məsələni kəsin açıqlamalıydıq və son olaraq bunu deyim ki, hər bir şeyin bədəli var. Heç bir şey bədəlsiz deyildir. Azadlıq istəyiriksə, xeyvana çıxmalıyıq. Fədakarlıq göstərməliyik, igidlik göstərməliyik və bunu bilin ki, bu qorxan rejimdir, biz deyilik. Biz çıxacaq xeyvana, şəhid də olacaq, qan da verəcəyik, can da verəcəyik və bunu da bilirik ki, elə o rəzillər ki, bugün milləti qorxudurlar, onlar sabah bizdən qabaqda gedəcəklər. Onlar o qədər həyasızdılar ki, bizdən qabaqda gedəcəklər ki, axı elə biz elədik, biz dedik, bizimdir, biz yaşatdıq, mən öldürdüm. Necə ki, biri Xordad olandan sonra, sabah 2 gün sonra yazdılar ki, biz bacardıq. Mən dedim, mənə dedilər, mənə gəldilər, saat 8-də belə dedilər, dedim, axşam 4-də belə olsun, 4-də də belə oldu. Beləcə özlərini razı edirlər. Bu teyfidir. Ona görə bu zəhərləmələrə əsla qulaq asmamalıyıq. Bu zəhərləmələrə əhəmiyyət vermədən bütün gücümüzü vurub, bütün varlığımızı demək, bütün gücümüzlə bütün varlığımızı qorumağa qalxacaq və arxain olun, əmin olun ki, Farsın köçməsinə az qalıbdır. Biz qalib gələcəyik. Gələcək bizimdir. O adamlar ki, deyirlər ki, eşəyə çıxmaq, bunlar gələcəyə inanmırlar, bizim qələbəmizə inanmırlar, milli hərəkətin gücünə inanmırlar, gəncliyimizə inanmırlar, millətimizə inanmırlar zaten. Onlar da özlərinə inanmırlar, qalsın ki, elə millətə inansın. Bu teyfləri, müxtəlif teyflərini mən saydım. Bunu incələsən daha da genişlənə bilər. Ancaq 5-6 dənə oldu zənnimcə. Bu 5-6 dənə
məsələyə yanaşsalar da nəhayətdə bir şeyə qulluq edirlər. Bilərək və ya bilməyərək. Hakimiyyətin tədavümünə, hökumətin davamına, bəqasına və millətin əsarətinə, millətin susqunluğuna. Təbiidir ki, bir hərəkətin təkamülü onun elə xiyavan hərəkətindən, teorik gəlişməsindən, yəni bunların hamısı bir-birinə bağlıdır. O xiyavan hərəkatı, xiyavana çıxmaq, etiraz eləmək, hərəkatı açıq formada nümayiş edib dünyaya və millətə çatdırmaq, o millətin içindən himayəni qazandırıb hərəkəti gücləndirmək və nəhayətdə hamını səfərbər eləyib, bütün milləti arxasıca çəkib və işğalçını toprağımızdan qovmaqdır. Yəni bunlar təkamülün, hərəkətin bir parçasıdır, qaçırılmaz bir parçasıdır. Hərəkəti səqət eləmək istəyənlərlə ki, deyirlər ki, bu işi görməyin, o işi görməyin. Bayaqla misal vurdum. Bunlar hələ buraxın içərini, eşikdə belə bir eyləmin keçirilməsinə də qarşıdırlar. Bu, demək, teyfi, onların psikolojik baskılarına əsla əhəmiyyət vermədən öz yolumuzu davam edib və bir xordadı daha samballı, daha əzəmətli keçirməyə çalışacağıq. Əmin olun ki, biz bunu oluşturacağıq. Mən bunu möhkəm danışıram, möhkəm deyirəm burada. Buna görə ki, mənim içəridə gedən hadisələrdən, yəni CAYP-ın, İstiqlal Partisinin kifayət qədər bilgisi vardı. Hər gün irtibatımız vardı, ətraflı ki, nələr olur, harda fəaliyyətlər olacaqdır, eyləmlər harda olacaqdır, nə kimi hazırlıqlar gedibdir. Bunların hamısından xəbərim olduğu üçün buradan möhkəmcəsinə deyirəm. Əmin olun ki, bu olacaqdır və o adamları da tanıyın, yadınızda saxlayın. Daha onlar ki, bugün millətimizi pasivliyə çağırmağa çalışırlar. Onları çıxmayın deyə hər hansı bir bəhanə ilə çıxmaqdan əngəlləməyə çalışırlar. Onları tanıyın. Onların listi qara listəyə yazılmalıdır. Onlar cavab verməlidirlər. Bu milləti əsarətdə saxlamaq üçün fars şövinizminə xidmət eləməkdən dolayı cavab verməlidirlər. Onlar bizim dostumuz deyirlər. Onlar millətçi deyirlər. Onlar milli hərəkətə ürəkləri yanmır. Onlar öz qorxaqlıqlarını, öz məsləhətlərini millətin məsləhətinə üstün tutan şəxslər və teyflərdirlər. Bununla səhv eləməsəm, verdiyi, ünvanladığı suallara, o dostlarına suallarını səsləmişdir ki, birincisi, həzinə verməklə biz azalacağıq. Azərbaycan hərəkatı o qədər güclənibdir ki, indi mən söhbətimin əvvəlində dedim, heç bir şey bədəlsiz deyil. Bunlar yanlış tezlərdirlər ki, güya məsələn bir nəfər tutsalar biz zəifləyəcək. Bıraxın da bir nəfəri, 100 nəfəri, 1000 nəfəri də tutsalar biz zəifləməliyik. Əslən hərəkət bugün o sünnəti formadan çıxmışdı. Baxın, məsələ biz bu eyləmlərdə, meydanlarda yeni qüvvələri görürük. Yəni dəniz kimin bir başdan bu dolmaqdadır. Burada sayı hesab yoxdur ki, deyəsən ki, bu getdi hərəkət duracaq, o getdi hərəkət duracaqdır. Siz baxın görək, məsələn, bu eyləmlərdə hansı bir adlım şəxsiyyəti görürsünüz ki, məsələn, öndə gedir, yığışıb ora, milləti yığıb ətrafına? Hərəkət o qədər genişləşib ki, hər kəs nə edəcəyini bilir. Yəni, bu lazımdır, demək, bunu etməyi bacarır. Ona görə bizi məsələ 5 nəfər tutacaqlar, zəifləyəcək deyə düşük salanlar yanlış düşüncələrdir. Onlara yanlış bilgilər verilibdir. Əlbəttə biz istəmirik heç bir nəfər də tutulsun. Amma bunu bəhanə edib hərəkəti susqunluğa çəkib, hərəkəti durğunluğa çəkib, hərəkətsizliyə çəkib, yahatmağa çəkib, İrançılığın içində əritmək və ya nəhayətdə demək Allahın təqdirinə buraxmağa qarşıyıq. Azərbaycan milli hərəkatı bir xordadda göstərdi. Milyonlar insan xiyabandadır. Biz bir nəfərin də tutulmasına razı deyirik. 15.000 nəfəri tutdular bir xordadda. Nə oldu? Hərəkət dayandı? Yox. Hər traktor önündə oyunundan sonra
Hələ aşağı tutulanlar azı 15 nəfər tutulur. Bu son traktorda 100 neçə nəfər tutulurlar. Dayanır mı bu hərəkət? Yox. Rejim əsasən istəmir tutsun. İstəmir ki, sən çıxasan xiyabana və o da tutsun. Çünki sən xiyabana çıxanda o tutacaq, o səni zindana salacaq, sənin bu dəfə tanıdıqların hamısı, bəlkə ailəndə fəqət təhsən millətçi idin, bütün ailən, əqraban, qohumların, yığsan məsələn bir 300-500 nəfər adam, baxacaq ki, baba, məsələn, Həsəni tutdular, axı bu gül kimin cavandır, sadiqdir, oğurluq eləməyibdir, qaçaqçılıq eləməyibdir, qatil dəyi, zina eləməyibdir, bu narkotik alver eləməyib, yəni 500 nəfər də töyləşəcək. Rejim istəmir bunu, səni tutsun. Çünki tutanda sən o çevrəndə olan, hər bir vətəndaş çevrəsində olanı və onun dışında xəbər kimin ki yayılır bütün dünyada, bütün Azərbaycanların içində, deyir ki, baba, məsələn, Babək Hüseyni bir dənə cavanı tutublar, hara mən Türkəm deyib. Ya məsələn deyirlər ki, Hadi Həmidi Şəfəqi tutublar, traktorda məsələn yaşasın Azərbaycan deyib. Bu adam deyir ki, niyə yaşasın Azərbaycan demək mənə sustur. 1000 dəfə deyirəm yaşasın Azərbaycan və çıxır onun yerini doldur. Ona görə kimin tutulmasından, kimin demək öldürülməsindən ya zindana getməsindən hərəkət zəiflənməz. Bu hərəkət o qədər balaca deyil. Yəni 3-5 nəfərdən ibarət deyil ki, deyək ki, birini tutdular, hərəkət axsayacaqdır. Bu hərəkət milyonlardır, millətdir. Millət olduğu üçün hər cür həzinə verməyə də, yenə də deyirəm, biz istəmirik. Bunu gedin rejimə deyin, niyə vurursun? Niyə millətə deyirsən çıxma eşiyə? Gedin rejimə deyin ki, niyə vurursunuz, ağa? Dünyanı qışqırdın rejimin üstünə, bax, bir milləti vurur. Bu gəlin millətin üstünə qışqırır ki, çıxma eşiyə. Dedim, biri Xordadda getdilər, bizi məhkəməyə verməyə çalışırdılar ki, gəlib bunu oluşturubdur, təqaüd dəvət veribdir, milləti xiyabana çəkibdir, milləti öldürüblər, gəlib ki, hakim ola. Öldürənlə iş yoxdur. Bu qədər utanmazlar vardılar. Öldürənin qabağında dayanın. Öldürənə deyin ki, niyə öldürürsən? Bunun, amma bu şeydən yaxınlaşmaq ki, bizi zəiflədəcək, yox. Biz xiyabana çıxdıqda güclənirik. Adam itki də versə, şəhid də versə, tutuqlansa da, inanın ki, hər xiyabana çıxmağın minlər bu cür danışıqlardan, kitablardan, yazılardan, filmlərdən çox təsiri vardır. Millətin oyanışında, millətin dirənişində, millətin üsyanında. Bu qorxu gəlir millətdə dökülə. Orada qorxuya toxunursa, çıxırsan dövlətə, tak bir dənə vurursan. Görürsən ki, dövlət titrədi. Ona bu dövlət yıxılmaqdadır. Bax, qaçır, əskəri qaçır. Cəsarət tapır. Millət cəsarət tapır. Ona görə bir dənə xiyavan eyləmi 1000 dənə kitabdan çox bilgi verir insana. Cəsarət verir insana. Millətdə güvəncə yaradır. Və o hərəkəti, o ən bariz təbliğat şivəsidir. Hərəkətin mövcudiyyətini göstərir. Umud qaynağını göstərir ki, bax, bu vardır. Biri Xordada kimin? Hər kəs deyirdi ki, siz öz-özünüzə xəyal düzətmişsiniz. Milli hərəkət deyə bir şey yoxdur ki. Amma biri Xordad bulan hamısının ağzından elə bir yumruq vurdu ki, sustular. Dişləri getdi qarınlarına da sustular. İndi sözləri düzəlişdirə bilmirlər ki, ifadə eləsinlər ki, milli hərəkət var. Ağızlarında diş qalmayıbdır o yumruqda. İndi milli hərəkət zəifdir, milli hərəkət durğundur, milli hərəkət yoxdur, milli hərəkət elədir, milli hərəkəti demək, sərkub eləyiblər, yalandır filandır deyənlərə bir daha gücümüzü göstərməliyik. Yəni, xiyavan eyləmləri, baxın, Urmu gölünə çıxdı, nə oldu? 70 nəfər tutdu, 3 gündən sonra da bıraxmağa məcbur qaldı. Biz olsaydıq, heç onların tutulmasına da müsaade eləməzdik. Yəni, biz organizə hərəkət eləsək, biz sistematik hərəkət eləsək, bir nəfərimizi də tutulmasına müsaade eləmərik, tutanmazlar. Bizim gözümüzün qabağında adamı tuturlar, biz durmuşuq, baxırıq. Tutur, vuracaqsan pastanın kəlləsindən, əlindən alacaqsan dostun, silahdaşın. Düşmən də tutur.
Düşmənə durub, nə deyirsən, baxırsan ki, tutur sənin dostun aparır. Bir nəfərimizin üstünə gəldilər, 30'umuz töküləcək onun başına, əzəcək, adamımızı əlindən qurtaracaq. Necə tuta bilərlər? Nə olub düşməsən, bir dənə pasta gəlib, minlər insanın içindən birini tutur aparır, biz onu əlindən qurtara bilmirik. Onu batımın əlindən aldıq, onu silahın əlindən aldıq, onun hər şeyin əlindən aldıq. Sallıq təpiklərimizin altına məhv eləyərik. Biz olacaq. Biz organizə hərəkət edəcək. Bir nəfərimizi tutanmazlar. Yolların bağlamağına diqqət eləyək. Bunlar motorları, maşınları hardan gələcək? Onları bağlayaraq yubatdırmaq, mane olmaq, bizə ulaşa bilməsinlər. Bunların hamısı rejimi zəiflətməkdir. Və qol-qola hərəkət eləyərək bizim içimizə nüfuz eləyə bilməzlər. Birini istədilər bizdən ayırsınlar, töküləcək unumuz, 30'umuz vuracaq kəllələrinə, əlindən alacaq. Amma bu mübarizənin usuludur. Biz orada qoymayacaq ki, dostumuzu aparsınlar. Nəticədə biz heç itki verməliyik, heç tutulan verməliyik, əgər sistematik hərəkət edəcək. Az verərik. Amma hər halükarda bu dava itkisiz, xəsarətsiz, bədəlsiz olmayacaqdır. Buna hazır olmalıyıq. Hər tək-təkimiz şəhid olmağa hazır olmalıyıq. Bəli, vardılar ki, igidlər ki, 1000 dəfə şəhid olmağa hazırdılar. Mən buna, insanlar vardı ki, sizin xəbəriniz yoxdur ki. Nələr istəyirlər bizdən ki, fəqət deyir ki, müsahidə edin bunu eləyək də. Yəni, elə qəhrəmanlarımız vardı. Elə cəsur insanlar vardılar ki, 1000 dəfə ölməyə azadlıq uğrunda. Nəyin ki, özü geçsin, başını qoysun qılıncın altında. Bu yolda belə 1000 dəfə ölməyə göz özünə alaraq qəhrəmancasına bu meydandadırlar. Biz türkü. Qəhrəman türkü. Türkün qəhrəmanlığı dünyaya yaygındır. Dünya buna vaqifdir. Dünyanın da Türkdən qorxusu elə buna görədir. Türkün qəhrəmanlığındandır. Bizim də qəhrəmanlarımız çoxdur. Heç qorxmayın. Əsla çəkinməyin. Əsla özünüzdə bir necə deyirlər, şübhə yaratmayın. Elə qəhrəmanlarımız vardır ki, inanın, İnsanın gözlərindən yaş tökülür onunla danışanda. O tələblərini ki görürsən ki, bu qədər fədakar insanlar var. Adam utanır ki, bəs biz nə edirik be? Bu qəhrəmanlıqların qarşısında biz necə baş qaldıra bilərik? Biz necə başımızı uca dik tuta bilərik? Hətta onların bugün bəzi işlərinə mane olmaq üçün öz içimizdə utanc hiss edirik ki, bax, bu cəsarətin, bu qeyrətin, bu qəhrəmanlığın qarşısında bəlli siyasi nədənlərə görə demək, indilik bunu toxtatmışıq, axsatmışıq, özümüzdə sus hiss edirik. O qədər gənclərimiz vardır ki, bugün müsaade eləsən, İranı ota çəkərlər. Nə danışırsınız siz? Nəyin fikrindəsiz? İnanın İranı ota çəkərlər. Və çəkəcək bir gün biz bunu. Hələ dur deyirik. Hələ zamanı deyil deyirik. Hələ yavaş olun deyirik. Hələ biraz təmkinli olun deyirik. Amma onların səbri daşıb. Mümkündür bir gündə bizə qulaq asmayarlar. Deyirlər, siz də çox mühafizəkarlıq edirsiniz. Siz də elə danışırsınız. Və onda kontroldan çıxır işlər. Var, igidlərimiz, qəhrəmanlarımız çoxdur. Bu iki təzahürat tez başlaya bilər. Mən keçən söhbətimdə dedim, televizyonda. Bir ay bundan qabaq danışırdım televizyonda. Dedim ki, biz bunu hər gün, hər yerdə oluşdura bilərik. Bizim buna gücümüz var. Elə illa, məsələn, filan gündə gərək ola deyə qanun yoxdur ki. Sabah 25-ində futboldan çıxdıq, çəkəcək meydana. Şuarlarımızı çəkib şəhərdə böyüdəcək, şəhərin hər yerinə çəkəcək. Elə bugün bazarda bir yerdən yığışıb 50 nəfər, 60 nəfər, 70 nəfər başlayıb şuarı, onu bir təzahürata çevirə bilərik.
Sabah namaz cümədə gedib, namaz cümədə oturub 50 nəfər, 100 nəfər namaz cümə dağılanda oradan başlayıb təzahürat edib onu milyonlara çevirə bilərik. Məsciddə gedib oturub, məsciddən çıxdığımızda bərabərlikdə təzahüratı başlayıb onu minlərə çevirə bilərik. Bizə bəlli bir saat yoxdur ki. Amma bir xordad önəmli tarixi günümüz olduğu üçün o bir günün nə olursa olsun çıxacaq eşiyə. Onu istərsən 2-sinə sal, 3-ünə sal, elan olunan bir məsələni dövlət ona hazırlıq aparacaqdır. Getdin 15-ini desin, 15-ində də dövlət ilə eyni hazırlığında olacaqdır. 30-unda eləcənən, 8-ində eləcənən dövlət o hazırlığını çünki elan olunur, eləyəcəkdir. Biz sürpriz əməlləri hər zaman başlaya bilərik, hər yerdən başlaya bilərik. Və bir xordadda da eyni təşkillərdən istifadə eləməliyik. Biz bilirik ki, elan olunan yerləri dövlət gəlib tutacaq. İndi o qruplardan asılıdır ki, bunu harada, nə cür oluşturacaqlar. Ancaq oluşturmalıyıq. Azərbaycanın hər yerindən başlasaq, bizim toprağımızdır və düşmənə qarşı etirazdır. Hər günü, hər saatı başlasaq bizim haqqımızdır və eləyə bilərik. Ən yaxşı taktik elə bu gündən hər hangi bir dənə saatda, hər hangi bir yerdə 2 dəqiqəlik, 3 dəqiqəlik bir təzahürat oluşturmaq özü bir dənə icraî bir taktikdir, rejimi gic qoymaq üçün. Bunu Azərbaycanın hər yerində eləyə bilərik. Hər gün də eləyə bilərik. Və buna imkanımız da vardır. Eləmək olar. Bunun taktiklərini düz tətbiq eləsən, 2 dəqiqəlik bir dənə məmurlar gələn həkimində bir tərcih edər. Hələ rejim özünü toplayan həkimin təzahüratın bitib gedibdir, gəlsin görüm kimi tutacaqdır. Amma təzahüratını da eləmirsən. Minlər insana da nümayişi göstərmirsən. Şuarın, səsin, məsajını çatdırmırsan, peyğamını çatdırmırsan. Sabah o birisi məhəllədə eləyərsən həmən iş. Birisi gün o birisi məhəllədə eləyərsən. Azərbaycanın Fars işğalçısına cəhənnəmə çevirməliyik. Azərbaycanı hakimiyyətə cəhənnəmə çevirməliyik. Azərbaycanı intizami qüvvələrə, silahlı qüvvələrə ki, milləti sərkub edirlər, onlara cəhənnəmə çevirməliyik. Bunu biz çevirə bilərik. Fəqət bir dənə zəifimiz vardır. Biz öz gücümüzü bilmirik. Bizim zəifimiz oradadır. Biz gücümüzü bilmədiyimiz üçündür ki, bir ovuş Fars bizə hakimdir. Axı, Fars sənə hökumət mi eləyə bilər? Fars Türkiyə hökumət eləyə bilərmi? Sən tüylüyündən qafil olduğun üçün, sən cəsarətindən, bacarığından qafil olduğun üçün, sən öz qabiliyyətlərən, öz gücən vaqif olmadığın üçündür ki, Fars sənə hökumət eləyir. Ona görə bu 25-ində də ola bilər, 23-ndə də ola bilər, bugün də ola bilər, sabah da ola bilər. Amma bir xordad nə bahasına olursa olsun, bizim milli qiyam, milli şəhidlərə verdiyimiz andı, onlara bəslədiyimiz sədaqəti, onlara vicdan borcumuzu ödəməliyik. O gün Vahid Davər Pənahlar gözlərini əldən veribdi. O adamlar ki, deyir, çıxma xiyabana, utanmazlar. Milləti qorxudurlar. Bu adam gözlərini veribdi bu yolda. O adamlar ki, şəhid oldular. O adamlar ki, ağır yaralandılar. Biz onların qarşısında məsuliyyət daşıyırıq. Onların hürmətinə, onlarla andımızı təzələməyə biz bir xordad mütləq çıxmalıyıq. Bir xordada çıxmaq bu anlamda deyil ki, başqa günlərdə çıxmayasan. Hər gün çıxmaq bizim haqqımızdır. 25-dən başlayaq, gedək bir xordadı da onun içində, bir həftə müddətində, 10 gün müddətində, 15 gün müddətində biz təzahürat devam edəcək heyvanları, tutsaq, evə dönməsək, televizyona ələ keçirsək, başqa yerə əlimizə keçirsək, dövlət yıxıldı da, töküldü. Genel atalarımız deyil, dövləti qulluqda düşək ver, qocasin yorğanı. Biz planla hərəkət edəcək, 3 gün, 4 gün Təbrizdə, Urmuda, xiyabanda olacaq, çəkilməsək, həmən televizyonu alıb dövlətimizi elan eləyək. Televizyonu çalmasaq da dövlətimizi elan eləyək. Şərəfli. Dövlətimizi qurarıq. Dövlət qurmaq bu qədər rahatdır. Sizi qorxudanlar, milləti qorxudanlar xainlərdirlər ki, deyirlər ki, olmaz.
İstəmirlər bu millət azad yaşasın, dövlət olsun, özünə dövlət qursun. Bu millət elə hey qorxudurlar ki, bu qədər çətindir, bu qədər çətindir. Heç çətindir. Hətta özlərini azadi xat da göstərsələr, demokrat da göstərsələr, məntiqi heç çətindir. Biz o qədər rahat quracaq yolumuz və bu gücümüz vardır. Fəqət o gücü bilmirik. Bilmədiyimiz üçündür da. Biz bilmədiyimiz üçündür. O gücümüzə vaqif olmadığımız üçündür ki, başqaları bizim gücümüzü istiqamətləndirir, ondan istifadə edir. Eyni istədikləri yöntəmdə ondan faydalanırlar. Ölkələrinə qulluq edirik. Onlara xidmət eləməkdəyik. Məsələn, Əraqda savaş olanda tökürlər, qəhrəman Azərbaycan tökürlər, yarım milyonumuz gedirik orada ölürük. Qəhrəmanlıq göstəririk. Amma özümüzə gələndə də, çıxarsan xeyvana vurarlar, ha? Baba, böyle gedirdi minin üstünə, axı. Bu gedirdi minin üstünə, minləri xunsa eləyər, Saddamın əskərlərinin canına vəlvələ salmışdı. Bu, şahın tanclarının üstünə gedirdi, baxı. Bu, şahın komandalarını əsir elədi, təngə çətirdi, axı. Bu, elə həmən millətdir də. İndi desinlər ki, məsələn, gəlin, Körfəzdə bir şey olubdur. Öyle yığsınlar cavanları, bir dənə marş qoymaqla xiyabanda yığsınlar bu cavanları. Həmən adam ki, deyir ki, qorxar ki, xiyabana çıxmacına tutarlar. Görürsən, oradan narincəki bağlı belinə, gedir çıxın bombun üstünə. Əslində, eğitim görür ki, geçsin çıxsın minin üstünə, bax. Ki, mini patlasın, Fasla yol açsınlar, gəlsinlər onda asıza. Lobislə yol açsınlar, gəlsinlər onda asıza. Biz bu milləti. Bəziləri bizim gücümüzü kontrol ediblər. O bizim gücümüzü onlar işlədirlər. Mən bir dənə sadə misal deyim, söhbətimi qutarım. Bir dənə müəllim tərifləyir ki, bir kətdə Kətxudanın balaca bir oğlu vardı. Kətxudanın atını mum kimin çapırdı o tərəfə. Biz də balkonda oturmuşduq, çay içirdi. Kətxudaya dedim ki, betər oğlum vardı. Dedi, necə? Bir dedim ki, bu bir ovuç boyda uşaq o atı mum kimi fırladı. Deyim, mənim oğlum deyil ki, o demək, betər oğul deyil ki, o at gücünü bilmir. At gücünü bilsə, onu nə mənim oğlum, nə mən, nə bu kət yığışda o atı kontrol edə bilməz. Onun o qədər gücü vardır. Bizim hər təhdəkimizdə o qədər güc vardır ki, heç kəs bizi kontrol edə bilməz. Bunu bilmirik də. Bilmirik. Bilmədiyimiz üçün oturuq, tabi oluruq. Bilmədiyimiz üçün bizim gücümüzü başqa yerdə işlədirlər. Bizi çəkirlər, aparırlar, başqa mənfəətlər üçün ölürük, demədən. Şəhid adı qoyurlar, qəhrəman adı qoyurlar, təbrik deyirlər bizə, sevinirik. Amma öz haqqımız üçün xeyvana çıxanda çıxıq, qorxulur, çıxma, ha, tutarlar. Gedəsən zindan amandır, ha, şəllaq vuracaqlar, öldürərlər, ha, yazıqsan. Bəyək dediyim kimi. Ona deyək ki, bir dənə uçaq düşübdür, uçağa gəlib minməyək bu gündən sonra, uçaqlar düşürlər. Gəmiyə minmə, gəmi bata bilər, ha. Gəmiyə minirsən, bunu da riskini alırsan ki, bunun batması da vardır, bu xarab da ola bilər, ac qala bilərsən. Hələ bu adlı bir səfərdə bunları nəzərdə tutsan. Qalsın ki, bir dənə qurtuluş davasında. Ona görə inanın millətimizə, güvənin, hər gün, hər an bizim əyləm keçirməyə gücümüz vardır və yüzlər, minlər qəhrəmanlarımız vardır. Zamanı gələndə bu qəhrəmanlıqları da göstərəcəklər. Əmin olun, arxain olun. Siz heç də bunlardan, necə deyirlər, kuşkunuz olmasın. Mən çox təşəkkür edirəm məni eşitdiyiniz üçün. Çox sağ olun. Mən Eliyar bəydən təşəkkür edirəm. Bunu mən, əlbəttə, söhbəti mən bilməm. Siz Eliyar bəy nə zamandan otaqda var ediniz? Mən buna işarə elədim. Səbəblərini, dəlillərini işarə elədim ki, nədən belə olur, nədən hansı teyflərlə, müxtəlif teyflərini də saydım ki, nəhayətdə bunlar istər və ya istəməz
hakimiyyətin qulluğundadırlar. Yəni dolayısıyla və ya direkt yolu ilə özləri bilə ya bilməyə, istəyə və ya istəməyə hakimiyyətə xidmət eləməkdədirlər. Və bu üç vurguladığınız çox doğruydu ki, bizim güneydə Azərbaycan demək gəncliyi, Azərbaycan Milli Hərəkatı yəni mən bayaqlar belə bir kənayə ilə dedim ki, bunlar eşitdəkilər gərək uçaqla gedələr ona yetişələr. Yəni o qədər bunlardan qabaqdadır. Dərk eləyə bilmirlər. Avropada mühafizəkarlığa alışıblar. Avropanın demokrasisinin içində əriyib o qədər qərbizədə olublar ki, elə məsələn deyirlər ki, belə olar da, gələn gedək biz orada necə deyirlər, dövlətin məsələn bir dənə kağız yazmaqla filan eləməklə bunu dəyişdirmək olar. Ona görə də söhbətlərinizə mən qatılıram. Bizim gəncliyimiz cəsarətlə bir fürsət axtarır içəridə, şüarını versin, çıxsın meydana, səsini yüksəksin. Amma bu eşikdə mühafizəkar, yalancı, qorxaq demək və bəziləri də oluşmur. Yəni bəzilərinin ki adını çəkdiniz, onların şəxsiyyət olaraq şəxsiyyətləri təsbit olmuyordu. Çünki nə istəyirlər? Onlar hər hangi bir fikirdə sabit ola bilməyiblər ki, sabit dura bilməyiblər. Və öz fikirlərini və inanclarını formalaşdıra bilməyiblər. Ona görə də gəlsən görürük ki, məsələn, Ləndəndə keçirilən bir dənə əyləmə, nə ki qatılmırlar, bir qismi çıxır deyir ki, ora gedənlər ərazili o başda, hələ buraxın içərini. Bir qismi deyir ki, onlar qadın satandır, bir qismi deyir ki, heroin satandır, bir qismi deyir böyrək satandır, bir qismi deyir nədir, kommunistdir, bir qismi deyir müxtəlif şeylərlə Azərbaycan hərəkatının qabağında əngəl və maneə yaratmaq sadəcə. Başqa Eliyar bəy doğru deyil, içəridə hərəkət çox güclü, çox demək istiqamətində devam etməkdədir. Avropada oturub mühafizəkarlığa qatlaşıb və ya dedi ki, hətta xəyanət dərəcəsincə hərəkətimizin qarşısında duranlara göstərdiyi o təbki tamamilə doğrudur, tamamilə düzdür. Yəni bunlar görünübdür, görünməkdədir. Bunları biz dəfələrlə demişik, açıqlamışıq, qarşılarında dayanmışıq və dayanacaqdır. Son sözü gəncliyimiz, millətçilərimiz güneydə, xiyavanlarda, meydanlarda deyəcəkdir və bunu da nə Avropada oturan o azmışlar, mühafizəkarlar, şəxsi mənfəətlərini düşünənlər, kəzai şəxsiyyət quranlar özlərinə, kəzai iddiada olanlar, bəlkə o gəncliyimiz və meydanımız bunu bildirəcəkdir. Ona görə də mən bir daha da təşəkkür edirəm. Onlarını bu otaqda görürəm ki, gecənin bu saatına kimi oturublar və canlarını verməyə bu yolda hazırdılar. Qanlarını verməyə bu yolda hazırdılar. Və bütün qəhrəman doluluğu vücudlarında, sellullarında qəhrəmanlıq doludur. Bu gəncliyimiz bunun qarşısında heç kəs dayana bilməyəcəkdir və qələbə bizimdir, qazanc bizimdir, gələcək bizimdir. Buna inanın və arxan olun. Çox sağ olun məni dinlədiyiniz üçün. Mən sənin ədminlər və dəyərli qonaqlardan təşəkkür edirəm. Əgər dostlardan sual ala bilmirəmsə üzürlüsən, yəqin gələcəkdə yenə də bərabərdə olacaq və danışacaq. Sağ olun və səlamət qalın.